Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Əlahiddə Ümumqoşun Ordunun 2025-ci il üçün hazırlıq planına uyğun olaraq komanda qərargah təlimi keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə təlimə cəlb olunan bölmələr həyəcan siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarə etmə bacarıqları yoxlanılıb. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər. Komanda qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib. Bugündən Səhiyyə Nazirliyi və təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığorta olunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək. Belə ki, vərəqələr Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi vasitəsilə hazırlanacaq. Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini elektron imza ilə təsdiq edərək işə götürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada göndəriləcək. Həmin elektron sənəd Dövlət Sosial Müdafiə Fondu tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq. Bundan əlavə elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq. İran Milli Bankının Bakı filialı yenidən fəaliyyətini bərpa edib. Misyaz Mehr News-a istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkiyanın Bakı səfərinin ardınca Azərbaycan dövlət başçısı İlham Əliyevin razılığı və birbaşa göstərişi ilə İran Milli Bankının Bakı filialı yenidən fəaliyyətə başlayıb. Bildirilib ki, bu iki ölkə arasında ticarət əlaqələrinin inkişafında müsbət addımdır və Azərbaycandakı İranlı iş adamları üçün şad xəbərdir. Qeyd olunub ki, bu həm də Pezeşkiyanın Bakı səfərinin konkret iqtisadi nəticələrindən biri kimi diqqət çəkir. Azərbaycanda 2 vəkilə töhmət verilib, 6-sına xəbərdarlıq olunub. Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul olunub. Kollegiyanın sədri Anar Bağırov dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi müsbət addım kimi qiymətləndirib. Eyni zamanda iclasda vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə töhmət verilməsi barədə intizam tənbihləri tətbiq edilib, 3 vəkilə irad tutulub, 6 vəkilə isə xəbərdarlıq olunub. Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 126 nəfər qəbul edilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd edilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, biri spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir. Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 4 nəfər dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb. Samux rayonunda çox sayda xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Samux rayonunda vətəndaşlara məxsus ümumi dəyəri 62.600 manat olan 163 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Mahmud Cəfərov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. UEFA Konferans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Belə ki, Fiorentina İspaniyada Betisin qonağı olacaq. Chelsea isə İsveçdə Djurgårdenla üz-üzə gələcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.